Ramiz Mehdiyevin cinayət əməlləri üzə çıxdıqdan sonra özü və ailəsi barəsində hər gün yeni informasiyalar yayılır. Medianın gündəmində olan müzakirələrdən biri də Ramiz Mehdiyevin ailəsində erməni izi iddiasıdır. Mətbuat bundan öncə Ramiz Mehdiyevin erməni oğluğu olduğu iddia edilən Levan Kurskaya haqqında məlumat yaymışdı. Onun Ramiz Mehdiyevin arvadı Galina Mehdiyevanın Yura adlı ermənidən qeyri-qanuni yolla dünyaya gətirdiyi oğlu olduğu iddia edilir. Polkovnik rütbəli Levan Kurskaya mühüm postlardan birini tutub. Turkustan.az qeyd edir ki, Oxu24.com Ramiz Mehdiyevin qaynanasının kimliyi haqda ilginc məlumatlar əldə edib. Məlumata görə o, Ramiz Mehdiyevin arvadı Galina Mehdiyevanın anası Natella Kondratevna Kurskayadır. 1923-cü ilin fevralın 23-də anadan olan Natella Kurskaya 2007-ci ilin martın 26-sında ölüb. Onun qəbri Bakının Yasamal rayonu ərazisində yerləşən Qurd qapısında xristianlara mənsub qəbristanlıqdadır. Sayt erməni əsilli olduğu iddia edilən Natella Kurskayanın dəfni ilə bağlı özəl məlumatlar da əldə edib. Mənbənin saytımıza verdiyi məlumata görə Ramiz Mehdiyevin qaynanasının 2007-ci ildə baş tutan dəfnində məhdud sayda ailəyə yaxın hesab edilən adamlar iştirak edib. Həmin şəxslərin adları bizə məlum olsa da açıqlanmasını müəyyən səbəblərdən hələlik məqbul hesab etmirik. Mənbənin verdiyi xəbərə görə Galina Kurskaya anasının dəfnində ağlayaraq erməni dilində ifadələr işlədirmiş. Həmin vaxt ətrafda olan şəxslər də onu sakitləşdirməyə çalışıblar.